De harasa ki ola bilər bizim burada hansısa bir şəhidimiz, qardaşımız şəhid olar. Ona görə də biz dedik ki bu güllərə dəyməyək. Cənnətlik kimi olsun. Hə bu cənnətlik kimi olsun. Çünki niyə? Bu şəhidlərimiz torpaq uğrunda, bayrağımız uğrunda. Bax bu üçrəkli bayrağımız demək olar ki yerdə bax üçrəkli bayrağa aid güllərimiz var. Allah məkanlarını cənnət eləsin. Allah Amin. ordumuzu qorusun, xalqımızı qorusun. Allah ali başkomandanımızı qorusun ki bax bu gördüyünüz bu hamısı xalqımızın birliyi sayəsində oldu. Ordumuzun sayəsində oldu. Bəli. Bu torpaqlar bizimdir. Heç vaxt bizdə bu torpaqdan 1 metr də aralarız deyilik. Cənnət torpağımızda qalmalıyıq, burada da yaşamalıyıq. Allah'a şükür deyir. Çünki bura bizim Dədə Baba torpağımızdır. Dədə Baba torpağımızı neçə illərdir işğal eləmişdilər. Amma şükürlər olsun ki, bu günlər deyirik ki, bizim gülləri heç kim tapdalamaz. Biz torpağımızın, biz gülümüzün də qədrini bilirik. Çayımızın da, ağacımızın da, bulağımızın da, bütün her şeyin qədrini bilirik. Nəyə görə? Çünki bunlar bizimdir. Bunun hamısı bizimdir, bizə məxsusdur. Biz Qarabağlılara, bu Azərbaycanın Cənnət diyarı, bölgəsinə cənnət. məxsusdur. Ona görə deyirəm ki, biraz gülləri heç kim xahiş edib tapdalamaz. Çünki bunlar bizim hamımızın, bu bizim sərvətimizdir. Xalqımızın Ne kadar ki buradasın koru gözde. Hanım, gəlin siz də gəlin.